Salam, sabahınız xeyirli, uğurlu, gününüz xoş, mənalı keçsin inşallah. Mənim əziz və dəyərli gözəl izləyicilərim, hər vaxtınız xeyirli olsun inşallah. Necəsiniz, nətərsiniz? Allah hər birinizi qorusun. Mənim əzizlərim, yenə də sizlərlə təbiət qarşısındayıq. Belə bir gözəl təbiətin, belə bir gözəlliyini sizlərə təqdim etməyə, yəni o qədər həvəsliyəm ki, Allahın bizə verdiyi bu gözəllikləri, yəni görmək lazımdır. Çox şükür Allaha həmd olsun. Belə gözəlliklər bizlərə yaradıbdı. Belə gözəllikləri sizlərə çatdırdığım üçün özümü çox xoşbəxt sayıram. İnşallah ki, bu gözəllikləri izləməkdən yorulmursunuz. Evdən çıxdım, gedirəm yavaş-yavaş yaxınlıqda olan bizim ərzaq dükanlarımız var, meyvə tərəvəz dükanımız var. Gedirəm oradan meyvə tərəvəz almağa. Bilirsiniz də, yay olduğu üçün çalışıram ki, az-az alım, 2-3 gündən bir. Nəysə bu ilki meyvələr tez xarab olur. Ona görə az-az alıram, yediyimiz qədər 1-2 günlük belə deyək. Yəqin ki, sizlər də məni kimi edirsiniz. Çox almağa, yəni ehtiyac yoxdur, alırıq, tez xarab olurlar. Nə qədər yəni qorusaq da, yumasaq da, çalışıram yediyimiz qədər yuyum. Ancaq ona baxmayaraq yenə də xiyar olsun, pomidor olsun, öz-özündən xarab olur. Niyə belədir bu ilki məhsullar? İndi bilmirəm, yağış mı çox oldu, çox yağdı, ona görədir, yoxsa gübrəsi mi çox olur, onu deyə bilmərəm. Nəysə, bu ilki meyvə tərəvəzlərimiz tez xarab olurlar. Burada gəldim evimizə, ərzaqları yavaş-yavaş boşaldım, meyvə tərəvəzlərimi yuyum, yerləşdirim. Sizlər də mənimlə qalın və mənim vloqumu izləməyə davam edin.
Bir neçə vaxtdır mən vloq paylaşmırdım. Bildiyiniz kimi mənim oğlanlarımın ikisi də əsgər idi. Çox şükür böyük oğlum əsgərliyini tamamlayıb, hərbi vəzifəsini, vətən borcunu yerinə yetirib, qayıtdı ailəsini mənim yanıma. Çox şükür. Allah bütün balalarımızı qorusun, əsgər balalarımızı qorusun. Ona görə də başım bir müddət idi, qarışıq idi. Vlog paylaşa bilmirdim. Nəhayət ki, çox şükür bu gün dedim paylaşım əlimdə olanlardan, çəkdiklərimlə. Mənim bu kanalımda, vloqumda, YouTube ailəmdə gözəl izləyicilərim var, gözəl ailəm var. Onlara hər birinə çox-çox təşəkkür edirəm. Yaxşı ki, elə gözəl mənim ailəm var. Sağ olsunlar, var olsunlar. Öncəliklə mənim kanalımın, vloqlarımın daimi gözəl izləyicilərindən olan Ülkər xanıma, Nailə xanıma, Əfsanə xanıma, Ofeliya xanıma, Nərmin xanıma və adını çəkmədiyim bir çox gözəl izləyicilərimə, dəyərli xanımlara öz təşəkkürümü bildirirəm. Bir çox adını çəkmədiyim bir çox xanımlarım var. Davamlı şəkildə mənə gözəl rəylər yazırlar, xoş sözlər yazırlar. Onlara öz təşəkkürümü, dərin təşəkkürümü bildirirəm. Allah hər birindən razı olsun. Bu yaxınlarda Ülkər xanım mənim ad günüm münasibətilə vloqumu izləmişdi və mənə o qədər gözəl, o qədər içdən təbrik yazmışdı, dualar etmişdi. Allah ondan razı olsun. Ona buradan öz təşəkkürümü bildirirəm. Nəinki ona, bir çox xanımlarımıza, Nailə xanıma, Əfsanə xanıma, adını çəkmədiyim bir çox xanımlarımıza, məni davamlı şəkildə rəylər yazan gözəl YouTube ailəmə təşəkkür edirəm. Allah sizləri var eləsin. Yaxşı ki, sizlər varsınız. Yaxşı ki, mən sizləri öz YouTube kanalım vasitəsilə tanımışam. Sağ olun, təşəkkür edirəm hər birinizə. Meyvə tərəvəzlərimi yerləşdirdikdən sonra, mətbəxdə olan işlərimi, xırdapara işlərimi gördükdən sonra göyərti almışdım. Dedim, daha yay da gəlir, göyərtilərin qıt vaxtıdır. Əldə olan göyərtilərimizi, aldığım göyərtiləri yoldaşımın istəyi ilə qutab bişirməyə hazırlaşıram. Xəmirini yoğurub aparacam mamamgildə, orada sacda rahat bişirəm. Sacın dadını heç nə vermir. Evdə balaca qaz üstü sacım var, tokla da var. Ancaq o közdə, o hissdə bişən kətənin dadını heç nə vermir. Hazırlaşıb yavaş-yavaş gedirəm indi kətə bişirməyə. Mənim əzizlərim, sizlərə mənim kanalımı izlədiyiniz üçün, abunə olduğunuz üçün, mənə dəstək olduğunuz üçün sizə çox-çox təşəkkürümü bildirirəm. Dəstəyinizi məndən əsirgəməyin. Kanalıma abunə olmağı, bəyənməyi unutmayın. Allaha əmanət olun. Allah sizləri qorusun. Allah sizləri arzularınıza, niyyətlərinizə çatdırsın inşallah. Görüşmək ümidi ilə Allaha əmanət olun.